Salam əleykum əziz izləyicilər, hər vaxtınız xeyir olsun. Yumruq Mediada sizləri bir daha xoş gördük. Bugün Yumruq Mediada əziz bir qonağımız var. Salamlayıram sizi, çox xoş gəldiniz Yumruq Medianın studiyasına. Bismillahirrahmanirrahim. Mən də dəvətinizə görə sizə təşəkkür edirəm. Sizi, dinləyiciləri və kanalınızın izləyicilərini salamlayıram. Hamıya şəhid imamımızın yolun davam eləməkdə müvəffəqiyyətlər arzulayıram. Bugünkü verilişimizi Şəhid İmam Xameneyi və onun dəfn mərasimi və vida mərasiminə həsr etmək istəyirik. Və bildiyiniz kimi də 6 günlük bir mərasim idi ki, 3 gün Tehranda, bir gün Müqəddəs Qum şəhərində və bir gün Nəcəf və Kərbəlada və sonda Məşhəddə keçirildi və sonda dünən gecə saatlarında Məşhəddə İmam Rızanın müqəddəs hərəmində şəhid rəhbər son mənzilinə və əbədiyyətə qovuşdu. Və bu verilişdə də məhz bu haqda və bu vida mərasimi haqqında danışmaq istəyirik. Bir qeydləriniz varsa buyurun. Bəli, tarixdə heç vaxt unudulmayacaq bir həftə geridə qoyduq. Son dərəcə qəmli, hüzünlü və eyni dərəcədə izzətli və şərəfli bir mərasim oldu. Nə qədər ağır və çətin idisə, bir o qədər bizim üçün baş ucalığı, əzəmət və möhtəşəm bir tədbir oldu. Bilməyənlər bildi, eşitməyənlər eşitdi, görməyənlər gördü. Sualı və şübhəsi olanlar üçün çox şeylər aydınlaşdı. Uzun illər İran İslam Cümhuriyyətini Molla rejimi və onun rəhbərini diktator adlandırıb aşağılayanlar başlarını aşağı dikdilər. Mənə elə gəlir ki, bu həftə İran həqiqətləri, daha doğrusu İran İslam Cümhuriyyəti, İslam inqilabı həqiqətləri öyrənmək üçün çox geniş və dərin bir tarix yazıldı. Bəli, çox əzəmətli vida mərasimi idi və misilsiz idi tarixdə. Nəinki bənzəri yox idi. Hətta bunun yarısı qədər tarixdə heç bir mərasim, ya dəfn mərasimi olmamışdı. Amma buna sırf dəfn mərasimi və ya sıravi bir tədbir deyib keçmək məncə düzgün olmaz. Yəni deyək ki, bəli bir mərasim idi ki, bir şəhid var idi, xalq onunla vidalaşdı və torpağa tapşırdı. Bu düz deyil. Bu sanki bir mesajı var, bunun bir mahiyyəti var, bunun bir fəlsəfəsi var. Bunu necə izah etmək olar? Bəli, tamamilə doğrudur. Bu mərasimi möhtəşəm və əzəmətli tədbir adlandırıb üzərindən keçmək olmaz. Bu toplantının çox dərin məzmunu və mühüm mesajları var idi. Onlardan bəzilərini mən qeyd etmək istəyirəm burada. Bu mərasimə toplanan 10 milyonlarla insan əllərində qırmızı bayraq, intiqam deyə hayqırırdılar və şəhid olmuş imamlarının intiqamını alacaqlarına söz verirdilər və meydanda düşmənə bir növ gövdə göstəricisi idi və düşmənə məsələnin bitmədiyini, işin bitmədiyini və təzə başlandığını çatdırmaq istəyirdilər. Bu mərasim mürid və mürşid anlamının tam göstəricisi idi. Buraya gələn 10 milyonlarla insan canlarını, başlarını, qanlarını götürüb bir mürid kimi öz mürşidlərinə fəda eləməyə gəlmişdilər. Bu, eşq məktəbinin çox gözəl bir təcəllası və aşiqlərin imtahan səhnəsi idi. Onlar sanki şam kimi ərimiş rəhbərlərinin ətrafında bir pərvanə olaraq özlərini onun odunda yandırmaq üçün gəlmişdilər. Özlərini onun yolunda, onun hədəfləri uğrunda, onun məktəbi, məqsədləri uğrunda hər an şəhadətə hazır kimi göstərməyə gəlmişdilər. Bu mərasim ittihad, ittifaq, vəhdət toplantısı idi. Buraya gələn milyonlarla insan bildirmək istəyirdilər ki, bizi imamımızı ölmüş, rəhbərimizi şəhid edilmiş sanıb
dağılmış bir toplum kimi görməyin. Biz daha da birləşmişik və bir yumruq kimi düşmənin qarşısında həmişəkindən daha hazırıq. Bu mərasim imam və ümmət məktəbinin, İslamın daha doğrusu bir dövlət quruluşunun göstəricisi idi. Bizim Peyğəmbərin ümməti olub, məsum imamlarımızın ümməti olub. Və bu qeyb aləmində olan 12-ci İmam Həzrəti Höccətin naibi İmam Şəhid Həzrəti Ayətullah Xameneyinin ümməti idi. Onlar sanki bura gəlib Allaha, Peyğəmbərə və məsum imamlara bildirmək istəyirdilər ki, biz öz imamımızdan razıydıq. O bir ömür ədalətlə, ixlasla, imanla bizə rəhbərlik etdi və canını bu ümmətə imamlıq yolunda sədaqətlə təslim elədi, şəhid oldu. Bu tədbir imperialist qüvvələrə, Epstein murdarlığında çabalayan qərb ölkələrinə bir mesaj idi. Bu, İslam dövləti, İslam quruluşu, Allah hökuməti, ilahi dövlətin göstəricisi idi. Demək istəyirdilər ki, biz vilayət-i fəqih hökumətində və onun ictimai dayağı olaraq bu quruluşda hər şeyə hazırıq və bu yolda hər bir şeyimizdən keçməyə hazırıq və bu ədalətli bir quruluş bütün bəşəriyyəti xilas eləyəcək bir məktəbdir. Və nəhayət bu mərasim şəhid imamla vida və yeni rəhbər və imamla beyət mərasimidir. Bura gələnlər eyni zamanda ki, şəhid olmuş imamla vidalaşıb onu son mənzilə yola salırdı, amma yeni imama beyət edərək bundan sonra onun bütün əmirlərinə, bütün göstərişlərinə itaət edəcəklərini və hər bir an, hər bir zaman hazır olduqlarını göstərmək üçün idi. Və daha çoxlu mesajları var idi və daha dərin mesajları var idi və qeyd etdiyiniz kimi bu mərasimi sıradan bir vida və dəfn mərasimi adlandırmaq böyük yanlışlıq olardı. Bir sual soruşmaq istəyirəm, amma öncədən bir mühüm qeydi demək istəyirəm ki, bütün dinlərdə, məzhəblərdə və düşüncələrdə biz belə səhnələrə şahid olmuşuq ki, həmən dinin, məzhəbin başçısı dünyasını dəyişəndə onun davamçıları ifrata varırlar və onu müqəddəsləşdirirlər və olduğundan daha böyük və ya daha müqəddəs göstərməyə çalışırlar. Və sual soruşmamışdan öncə də demək istəyirəm ki, bu bizim qırmızı xəttimizdir və bunu biz şiddətli şəkildə qınayırıq ki, bu məsələ baş verməsin və bu hadisə Şəhid İmam Xameneyi haqqında da baş verməsin. Amma eyni zamanda da sıravi bir şəxs kimi də görə bilmirik onu. Yəni, təbii ki, bizim Şəhid İmam Xameneyinin elə həyatında anlar olub, elə səhnələr olub, elə kəlamlar və davranışlar olub ki, bəziləri onu hətta möcüzə belə qələmə alırlar. İndi biz onu ifrata varmayaq və müqəddəsləşdirməyək və ilahiləşdirməyək, amma bu məsələlər olub bu insanın həyatında, şəhid rəhbərin həyatında. Bu haqda da istərdik ki, izahatı deyərsiniz. İlk öncə bir məsələni qeyd edeyim. O qeyd etdiyiniz məsələ xariqül-adə işlərdir. Bu xariqül-adə iş Peyğəmbər tərəfindən həyata keçəndə ona möcüzə deyirlər. Və əsas etibarilə nübüvvətin və Peyğəmbərliyin isbatı üçündür. İnsanlar ona inansın ki, bu həqiqətən Allah tərəfindən göndərilmiş bir rəsuldur. Amma eyni həmin iş əgər məsum imamlar tərəfindən və ya övliyalar tərəfindən olarsa, ona kəramət deyirlər. Bu bir termindir. Və ikinci bir qeydim iman dərəcəsi barədədir. Bir divarın yanında dayanıb öz boyumuz qədər bir xət çəkək, şaquli düz xət çəkək və onu xətkeş kimi kiçik-kiçik 100 yerə bölək, şkala şəklinə salaq, 100 dərəcəyə bölək. Bax, iman dərəcəsini buna oxşatmaq olar. Ən aşağıda olan birinci dərəcədə iman dərəcəsidir, orada olana da biz mömin deyirik və 100-cü dərəcədə
yüksəkdə olan dərəcədə olana da biz mömin deyirik. O da imanın bir dərəcəsidir. Amma bunun arasında 98 dərəcə var. Yəni imanın dərəcələri var. Və insanın iman dərəcəsi yüksəldikcə aləmi dəyişir və çox yüksəkdə olan dərəcələrin özəllikləri var, xüsusiyyətləri var və orada olan insanların gördüyü işlər, bildiyi işlər, görə biləcəyi işlər digərlərindən fərqli olur. Və indi siz hər hansı bir sıravi mömindən soruşsunuz, ən azı 10-15 nəfər arif insanın, övliyaların adını çəkə bilər və onların kəramətlərindən sizə danışa bilər. Bu, heç kəsin iman gətirən insanların əlbəttə inkar edə biləcəyi bir şey deyil. Hamı qəbul edir bu məsələni. Mən şəxsən həyatımda görmüşəm, illər qabaq, 20-30 il bundan qabaq bir arif şəxsin huzuruna yetişmişdim və ondan bir şey soruşmaq istəyirdim. Tək idim, ayrı adam da yox idi. Mən sualımı soruşmamış o ağa həmin məsələni izah eləməyə başladı və tamamilə mənim soruşacağım məsələ haqqında danışdı və mən də qane oldum. Bu bir kəramətdir. Yəni, inkar olunmur və çox övliyaların və arif insanların həyatında müşahidə olunur. Mən ağanı da bir övliya və kəramətli insan hesab edirəm, amma digərlərindən fərqli bir kəramət sahibi. Bunu mən şəxsən inamım var və bu məsələyə etiqadım var. Oxuduqlarım, eşitdiklərim, gördüklərim mənə əsas verir ki, bu qənaətli olum. Məsələn, bir arif insan onun məhzərinə nail olanda soruşmadan cavabımızı verir və nə istədiyimizi başa düşür. Amma mənə elə gəlir ki, ağanın kəramətləri daha üstündür. Təsəvvür edin, ağanın 40 ilə yaxın rəhbərlik dövründə 30 dəfəyə yaxın dövlət çevrilişi cəhdi olub. Kimlər tərəfindən? Amerika, Avropa, İsrail və 60-a yaxın digər müsəlman və qeyri-müsəlman dövlətləri tərəfindən hibrid, tərkibi, mürəkkəb çevrilişlər. Və ekspertlər deyir ki, bunların hər hansı biri digər bir ölkədə baş versəydi, çox asanlıqla o hakimiyyəti devirə bilərdilər. Amma bu məsələ dövlət çevrilişi, hakimiyyəti devirmək hər dəfə İranda daşa dəyib və uğursuzluqla nəticələnib. Bunlar hamısı bizim şəhid imamımızın müdiriyyəti, tədbiri, əndişəsi, təfəkkürü və bir növ öngörənliyi səbəbiylədir. Əgər bir arif, dediyim kimi, fərdi şəkildə, xüsusi şəraitdə bizim soruşmadığımız bir şeyə cavab verə bilirsə, amma ağa dünyanı idarə edən super dövlətlərin 50-60-a yaxın dövlətin oturub düşündüyü, fikirləşdiyi, hazırladığı dövlət çevrilişlərin vaxtında dəf eləyə bilir. Bu dövlət çevrilişləri onlarla statistik mərkəzin, onlarla analitik mərkəzlərin, beyin mərkəzlərinin, institutların bircə işləyib hazırladığı dövlət çevrilişləridir. Bu məsələni başa düşən, bu məsələni dəqiqliyi ilə düşünən insanlar bilir ki, bunu görmək, dəf eləmək və bu problemləri vaxtında həll eləmək ən böyük kəramətdir. Mən bunları heç vaxtı dediyim o xüsusi şəkildə izhar olunan kəramətlərlə müqayisə eləmərəm. Bəli, ağanın həyatında çox qəribə hadisələr olub və onun haqqında müxtəlif dediyim kimi kəramətlər eşitmişəm, öngörənliklər və ön deyimlər. Bu fərqli bir şeydir. Farsça deyirlər pişbini və pişquyi. Pişbini yəni öngörənlik. Bu siyasi təhlillərlə də müqayisə oluna bilər. Müəyyən səbəblər əsasında, müəyyən faktlar əsasında təhlili buna istinad edir ki, müharibə olacaq və yaxud müəyyən hadisələr baş verəcək. Buna öngörənliklər deyirlər. Amma ön deyəm, yəni pişquyi, bu isə mən deyərdim ki, artıq ondan fərqli bir şeydir.
Məsələn, Şəhid Süleymani danışırdı ki, biz Livan cəbhəsinin rəhbəri Seyid Həsənlə Beyrutdan Suriyə gəldik, orada vəziyyəti meydanda təhlil elədik və birlikdə durub Tehrana gəldik və ağanın huzuruna yetişdik. Ağaya dedik ki, ağa biz Suriyadan gəlirik, Dəməşqdə bir neçə gün olmuşuq və vəziyyəti yerindəcə meydanda təhlil eləmişik. Dəməşq yaxın həftələrdə süqut eləyəcək. Şəhərə 100 mindən artıq döyüşçü, təkfiri qüvvələr varid ediblər və bu çevrilişi də Amerika, Avropa, Ərəb ölkələri, Türkiyə, İsrail və çoxları hamısı bircə hazırlayıb və bu işin arxasındadılar. Deyir, biz ağaya dedik ki, ağa, bizim vəzifəmiz nədir? Biz qalaq orada, müqavimət göstərək ki, nəticədə heç bir nəfər də sağ qalmayacaq. Ya oranı tərk eləyək. Deyir, Seyid Həsənlə ağadan gəlib soruşub öz vəzifəmizi müəyyən eləmək istəyirdi. Ağa buyurdu ki, heç bir hadisə baş verməyəcək, Dəməşq süqut eləməyəcək, hər kəs öz işi ilə məşğul olsun. Son dərəcə soyuqqanlılıqla ağa bizim cavabımızı verdi. Şəhid Süleymani kim idi? 40 ilin komandiri və dünya onun komandirliyinin əzəmətindən danışır. Hətta Amerikanın prezidenti dəfələrlə onu dilə gətirir. Və Seyid Həsən də eyni zamanda onu kimi möhtəşəm və bu meydanlarda böyüyən və təcrübəli sərkərdə və rəhbər idi. Bu iki nəfər meydandan gəlib ağaya hesabat verirdilər ki, dəqiq faktlar əsasında yaxın həftələrdə Dəməşq süqut edəcək. Amma ağa çox qısa və soyuqqanlı cavab verdi ki, Dəməşq süqut eləməyəcək. Bu öngörənlik deyil. Öngörənlik Hacının və Seyid Həsənin buyurduğu idi. Görüb gəlmişdilər və vəziyyəti müəyyən eləyə bilirdilər. Bu ön deyənlik idi ağanın tərəfindən ki, ağa buyurdu Dəməşq süqut eləməyəcək. Bu sözün arxasında məsuliyyət dayanır. Ağa ehtimal əsasında bu sözü demir. Çünki əgər belə olmazdısa, orada minlərlə bizim döyüşçülərimiz və komandirlərimiz şəhid ola bilərdilər. Ağa qətiyyətlə bu işi, bu söhbəti deyirsə, bu cavabı verirsə, deməli, yəqinliyi var bu sözə. Bunun mənbəyi nədir, mən bilmirəm. Mənşəyi hardandır, mən bilmirəm. Amma ağa arxain deyir bu sözü. Şəhid Süleymani deyir ki, biz ağanın yanından çıxandan sonra bir-birimizi təbrik elədik. Elə bildik ki, vəhiy nazil oldu və bizə Allah tərəfindən xəbər gəldi ki, Dəməşq süqut eləməyəcək. Amma gördüklərimiz, bildiklərimiz tam ayrı bir şeydi. Amma ağaya da bizim arxainlığımız, etimadımız tamamilə başqa idi. Və inandıq, tam mənada inandıq ki, Dəməşq süqut eləməyəcək. Hacı buyurdu ki, həqiqətən bir neçə həftə sonra Dəməşqin götürülməsi üçün, tamamilə tutulması üçün əməliyyat başladı gecə saat 12-də. Və buyurdu ki, mən də həmin şəhərdə idim, Dəməşqdə idim. Və amma ağanın sözünə də inanırdım ki, neysə olacaq, neysə hadisə baş verəcək və bu hadisə təbii bir şey deyildi. Şəhid Süleymani deyirdi ki, əməliyyatın başlamağına bir neçə saat qalmış Cibhət Nüsrə və işçi arasında, əvvəlcə komandirlər arasında ixtilaf başladı. Kim haranı tutacaq? Teleradio şirkəti, prezident aparatı, nazirlər və bu mühüm binaları kim hansı binanı tutacaq və təbii ki, oranı tutandan sonra artıq orada yerləşəcək. Bundan sonraki hökumətdə də məsələn, prezident aparatı onun olacaq. Bunlar iki ayrı, bunlar hər ikisi ayrı-ayrı təkfirçi qüvvələr idilər və komandirləri ayrı idi, təfəkkür tərzləri də ayrı idi, idarə olunan mərkəzləri də ayrı idi. Amma bunları buraya gətirənlər və Dəməşqi, Suriyanı tamamilə tutmaq istəyənlər bir qüvvə idi. Başında da Amerika dayanırdı. Hacı buyurdu ki, bunların arasında ixtilaf genişləndi və silahlı toqquşmaya gətirdi. Bir neçə saat ərzində 2000 nəfərə yaxın tərəflərdən itki verdilər, bir-birini öldürdülər və nəhayət əməliyyatı idarə eləyənlər, rəhbərlik eləyənlər elan elədilər ki, Dəməşqin tutulması əməliyyatı naməlum vaxta qədər təxirə salınır və
Bu heç vaxtı bunları istəyirdilər ki, barışdırsınlar və yenidən əməliyyata başlasınlar və bunları barışdırmaq heç vaxt mümkün olmadı və indiyə qədər də işlə cibhə arasında düşmənçilik davam eləyir. Hal-hazırda Cibhə Nüsrə hakimiyyətə gəlib, işdə müxalifət kimi onlarla vuruşur. Bu bir öndəyənlik idi. Bizim şəhid imamımızın həyatında çox baş verib. Bir xatirə də Seyid Həsən danışırdı, Livan cəbhəsinin lideri. Deyirdi ki, biz 6 aya yaxın idi ki, mühüm bir əməliyyatın üzərində işləyirdik. Bəlkə 100 dəfədən çox kəşfiyyat işləri görülmüşdü və o qədər dəqiq idi ki, bu əməliyyat heç bir boşluğu yox idi və heç bir şeyə bizim özümüzün tərəddüdümüz yox idi ki, bu əməliyyat müvəffəqiyyətlə başa çatacaq. Əməliyyata 2 saat qalmış ağa tərəfindən bizə bir mesaj gəldi ki, bu əməliyyat həyata keçməsin, əməliyyatı ləğv edin. Seyid buyurdu ki, ağa buyurdu, qutardı. Biz bir an olsun, yəni ağanın söhbətində, əmrlərində tərəddüd eləyək və yaxud nəysə soruşaq, nəyə görə belə oldu, nəyə görə belə olmadı, bəlkə bu işi belə həyata keçirək, olmaz. Ağa buyurdusa elə yerindəcə bu məsələ bitdi. Amma ürəyimdə sual qalmışdı ki, görəsən niyə belə oldu? Bunu da qeyd edeyim ki, Seyid buyurardı ki, ağa buyursa ona itaat eləmək son dərəcə bizim üçün adi bir işdir. Amma biz çalışardıq ki, ağanın ürəyində olan və bizə demədiyi işləri kəşf edib onu həyata keçirək. Deyir, sonralar, yəni aylar keçəndən sonra bəlkə daha çox bir əsir tutmuşdular və ya İsrail kəşfiyyatının içərisində olan nüfuz və casus xəbər vermişdi ki, sizin həmin əməliyyat ifşa olunmuşdu. Siz filan vaxtı belə bir əməliyyat hazırlamışdınız. O əməliyyat ifşa olunmuşdu və İsrail tamamilə bu əməliyyata hazır idi. Və məncə o əməliyyatda yüzlərlə bunların döyüşçüləri iştirak edəcəkdi və hamısı bu əməliyyatda şəhid gedəcəkdi və böyük uğursuzluq olacaqdı. Belə xatirələr çoxdur. Seyid buyururdu ki, bu bizim fəaliyyət və mübarizə tariximizdə bir dəfə, 2 dəfə, 3 dəfə, 5 dəfə yox. Bəlkə onlarla biz bu məsələnin şahidi olmuşuq və ağa ön görənlik və ön deyənliklə bizi xilas edib və biz vilayət fəqihə nəzəri cəhətdən inanırıq, itaət edirik, amma praktiki cəhətdən ağaya daha çox etimadımız var və bizim hamımız fikirləşirik ki, əgər bu gün varıqsa, bu gün bu təşkilat yaşayırsa, bizim müqavimət cəbhəmiz əgər vuruşursa, bunlar hamısı ağanın bərəkətindən və onun qeyd etdiyim xüsusiyyətindəndir. Çox maraqlı idi həqiqətən və təsir edici rəvayətlər idi şəhid rəhbərimizdən. Söhbət başlamamışdan öncə elə düşünürdüm ki, şəhid rəhbərimizin hansı xüsusiyyətindən danışaq, onun şəxsiyyəti neçə şaxəlidir. O həm siyasətçil bir insandır, həm inqilab rəhbəridir, həm fəqihdir, həm bir növ şairdir. Yəni saysaq şəhid rəhbərin xüsusiyyətlərin və şəxsiyyətlərin 20-dən çox xüsusiyyət qeyd edə bilərik. Amma çox gözəl və təsadüfi şəkildə söhbət gəldi və onun irfani və arif ruhu barədə söhbətlər oldu və istərdim ki, şəhid rəhbərimizin arifliyi və irfani ruhu haqqında da bizi məlumatlandırasınız. Bir qədər çətin mövzu olur. İrfan haqqında danışmaq, ağanın irfanda yetişdiyi məqam və dərəcələrdən danışmaq həm az bildiyim bir sahədir və həm də ağanın şəxsiyyəti gizli olduğu üçün ağanın irfani şəxsiyyəti və irfanda məqamı gizli olduğu üçün bu barədə danışmaq çətindir. Yəni ağa özü heç vaxtı icazə verməyib, imkan verməyib ki, kimlərsə ağanın şəxsiyyətində olan bu yönümü araşdırsınlar. Özü danışmayıb, yazmayıb, digərlərinə də bu sahədə araşdırma aparmağa icazə verməyib. Amma ağanın sadə həyat tərzi haqqında danışmaq məncə həm dinləyicilər üçün yaxşı olar, başa düşmək və faydalanmaq yaxşı olar və həm də
Bu barədə həqiqətən çox danışılmalıdır. Çünki ağa bu məsələlər təbliğ hesab olunduğu üçün, şəxsiyyəti haqqında bir növ təbliğ sayıldığı üçün həm danışmayıb və həm də imkan verməyib, icazə verməyib. İndi isə şəhid imamımız dünyasını dəyişib və bu barədə həm danışılmalıdır, həm araşdırılmalıdır və hamı ağanın sadə həyat tərzi ilə yaxından tanış olmalıdır. Ağanın sadə həyat tərzi öz ailəsindən başlayır. Ağanın atası, anası, yaşadığı ailə həddən artıq sadə həyat tərzi keçiriblər. Bu, onun tələbəlik illərində də davam edir, mübarizə və müqavimət illərində də davam edir. Ağa 6 dəfə həbsə məhkum olub, müxtəlif müddətlərdə həbs cəzası çəkib və bir dəfə də sürgündə olub. Və İslam inqilabı qələbə çalandan sonra da bu həyat tərzi beləcə sadə davam edib. Biz təbiidir, ağanın imkanı olmadığı, kasıb olduğu vaxtda həyat tərzindən danışanda təbiidir ki, sadə yaşayıb. Amma gəlin başlayaq ağanın prezident olduğu dövrdən. Bir nəfər ağanın prezident olduğu dövrdə Tahirə adlı bir nəfərin xatirələrində oxumuşam ki, ağanın ev işləri ya bəzən evə aid olan işlərin o həyata keçirirmiş. Deyir ki, ağa bir gün mənə dedi ki, ağa Mustafa neçə vaxtdır ki, xahiş eləyir, yalvarır, bəzən də ağlayır məndən velosiped istəyir. Gör, neçəyədir velosiped almaq olar onun üçün, yoxsa yox. Ağa İran İslam Cumhuriyyətinin prezident olduğu dövrdə. Deyir, mən maraqlandım, soruşdum. Mağazində velosipedin qiyməti, indi xatırlamıram neçədir. Dedim, ağa, velosiped bu qiymətədir. 2-3 cür velosiped var, qiymətləri budur. Ağa, bu çox bahadır. Onu ala bilmərik. Dedi, soraqlaş gör, ucuz velosiped tapmaq olar. Deyir, mən də utana-utana dedim ki, ağa, ucuz tapmaq üçün gərək Simsariyə gedim. İranda Simsari işlənmiş əşyaları satan mağazinə deyirlər. Deyir, utana-utana dedim ki, ağa, məcburam ucuz tapmaq üçün gedim Simsariyə baxım. Ağa, bölüşü nə olar ki, get bax gör bir ucuz velosiped tapa bilərsən. Mən də getdim, axtardım, gördüm bir nisbətən yaxşı velosiped və qiymətdə münasib. Və hər dəfə də ağa ilə məsləhət deyir. Ağaya dedim ki, ağa bu qiymətdə, ağa bölüşü onu al, o yaxşı, qiyməti yaxşıdır, münasibdir, onu al. Deyir, mən Simsaridən bir velosiped aldım, getdim ağanın oğluna. Yəni dövrümüzün prezidentinin oğluna ki, onda velosiped olsun, digərləri kimi. Digər bir xatirə ağanın cavanlıq dostu Rəfiq Dus danışır. Rəfiq Dus hələ inqilabdan qabaq ağa ilə dost olub, ailəvi get-gəlləri olub. Və inqilabdan sonra İranda bir təşkilat var idi, Şəhidlər, Qazilər və Az Təminatlı Ailələr Fondu. Çox zəngin bir təşkilat idi və qeyd etdiyim şəhidlər ailəsi ya qazilərin özü ailələri və az təminatlı ailələri çətinliklərini həll edirdilər. Onun rəisi olmuşdu Rəfiq Dost. Deyir ki, ağa prezident olduğu dövrdə yenə əvvəllərdə olduğu kimi qonaq getmişdi. Xanımlar bir otaqda və biz də ağa ilə ağanın kitabxanasında oturmuşduq. Birdən qapını döydülər, dedilər ki, ay Rəfiq Dost, xanımın səninlə işi var, buyur. Çıxdım eyvana, xanımım əlimdən tutdu, məni apardı ağanın mətbəxinə. Və ağanın mətbəxdə olan soyuducusunu mənə göstərdi. Həm nisbətən balaca soyuducu idi və həm böyürləri də çürümüşdü, köhnə soyuducu idi. Acıqlı-acıqlı xanım mənə dedi ki, bu nə vəziyyətdir? Ağanın evi get-gəllidir, qonaq qaralıdır, xanıma əziyyət çəkir. Ağa evinə niyə bir dənə böyük soyuducu almır? Dedim ki, bəs xanımı desin ağaya da, desin lazım bizə böyük soyuducu. Deyir, xanımı deyir ki, mən deyə bilmərəm, ağa hər gün görür də, lazım olsa ağa özü böyük soyuducu alar. Yəqin ki, məsləhət deyir ki, almır. Deyir, qayıtdım otağa, ağaya yarı zarafat, yarı gerçək deyir, dedim ki, ağa sizin aşpazxanada olan soyuducunuzu gördüm. Həm siz qazisiniz, ağa terrora məruz qalıb, ağanın sağ əli işləmirdi və ömrünün axırına qədər o sağ əl ağrıyırdı, deyirlər, bəzən səhərəcən onun ağrısından yatmırdı ağa. Deyir, həm siz qazisiniz, həm də
kasıb ailəsiz, az təminatlı ailəsiz. Sizə bizim fonddan bir soyuducu düşür. Mən istəyirəm sizə bir soyuducu gətirim. Bir ağa buyurdu ki, yox, biz bir təhər keçinirik. Amma 10 minlərlə insan var ki, onların soyuducusu yoxdur. O zaman çətindir, hər evdə soyuducu yox. Bir ağa buyurdu ki, nə vaxt İranda hamını soyuducu ilə təmin elədiniz, axırda mənə də bir soyuducu verərsiniz. Nə qədər israr edimsə qəbul eləmədi. Axırda dedim, ağa, mən sizin dostunuz, qardaşınız deyirəm. Ağa buyurdu ki, mən səni özümə çox yaxın dost və qardaş hesab edirəm. Dedim, ağa, mən öz pulumla, halal pulumla sizə bir soyuducu alıb hədiyyə eləyəcəm. Qəbul eləməzsiniz. Ağa buyurdu ki, öz halal pulunu alsın, qəbul eləyərəm. Deyir, mən sabahsı gün bir böyük soyuducu aldım, gətirdim, amma ağanın həmin o balaca və köhnə soyuducusunu götürüb apardım. Hal-hazırda mənim evimin ambarında dövrü prezidentimizin soyuducusu kimi yadigar saxlayıram. Bu bir həqiqətdir ağanın həyatında baş vermiş, onlarla bu kimi sadə həyat tərzini tərənnüm edən və göstərən nümunələrdəndir. Əlbəttə bir nöqtəni qeyd edeyim ki, ağa heç də digərlərindən belə bir təvəqqüsü yox idi. Mən necə yaşayıramsa siz də elə yaşayın. Əmir-əl-Möminin Əli əleyhissalam kimi rəhbər olduğu üçün belə sadə həyat tərzini seçmişdi və bəyan da eləyirdi ki, mənim həyat tərzim İranda yaşayan ən kasıb təbəqə ilə bərabər olmalıdır. Və mən başa düşməliyəm onlar necə yaşayırlar. Və onlar heç vaxtı narahat olmamalıdırlar o həyat tərzindən və onlara bir təsəlli olmalıdır ki, bizim də rəhbərimiz elə bizim kimi kasıb həyat tərzi sürür. Bunu ağa gizlətmirdi. Bu il Fatimiyyə günlərində çox möhtərəm bir şəxs dünyadan getdi. Ayətullah İrşadi. Tanınmaz şəxsiyyət idi. Və mən bir dostumun vasitəsilə onunla görüşürdüm və onun tövsiyələrindən istifadə edirdim. Fatimiyyə günlərində mənbərdə xanım Fatimiyyə Zəhra Səlamullah əleyha Rovzə oxuduğu halda göz yaşları içərisində dünyasını dəyişdi. Çox möhtərəm və mötəbər bir insan idi. Dostum mənə danışırdı, bizim aramızda vasitə olan dostumuz. Deyir ki, indiki rəhbərimiz Seyid Müstəba Ayı İrşadın oğlu ilə bir mədrəsədə dərs oxuyurdular və dost idilər və bir-birini tanıyırdılar, ailələr də tanış olmuşdular və yaxın münasibət var idi. Ağa Müstəbanın ailə qurmaq vaxtı idi və istəyirdilər ki, evlənsin. Söhbət gəlib bura çatmışdı ki, Ayı İrşadinin bir qızı var, tərbiyəli, əxlaqlı, savadlı, möminə və Ağa Müstəba üçün layiq bir qızdır. Ağa Müstəba eşitdiyimə görə görür və razılığını bildirir. Qız da Ağa Müstəbanı görür və razılığını bildirir. Analar razıdırlar, qardaşlar razıdırlar və Şəhid İmamın xanımı da razıdır və bu izdivac onun da ürəyicədir. Nəhayət xəbər verirlər ki, Ayətullah İrşadinin xanımına, ağanın xanımı deyir ki, icazə verirsiniz elçiliyə gələr qız üçün. Ayı İrşaddan soruşurlar ki, bəs ağanın oğlu Müstəba üçün elçiliyə gəlmək istəyirlər bizim qızımıza. Ayətullah İrşadının xanımı müraciət edir həyat yoldaşına ki, Ağa Müstəba üçün ağanın ailəsi elçiliyə gəlmək istəyir. İcazə verirsən? Deyir ki, yox. Deyir, nə üçün? Deyir, məsləhətdir. Onlar da cavab verirlər ki, bəs ağa razı olmadı, yəni Ayətullah İrşadi razı olmadı və dedi ki, məsləhətdir, gəlməsinlər. Ağanın xanımı narahat olur və qız razıdır, onun anası razıdır, niyə qızım bizə vermək istəmir? Ağaya müraciət edir bizim şəhid imamımıza ki, bəs bəlkə siz söhbət edərsiniz Ayı İrşadı ilə. Niyə icazə vermir, biz elçiliyə gedək, onun qızının oğlumuzsun ala. Ağa zəng vurur, təbii hal əhval eləyəndən sonra soruşur ki, Ayı İrşadı, bizdə nə eyib gördün ki, qızınızı bizim oğlumuza vermək istəmirsiniz, bizlə qohum olmaq istəmirsiniz.
Deyir, ay İrşadi cavab verir ki, ağa eyb sizdə deyil, eyb bizdədir. Mənim qızım rahat böyüyüb. Hal-hazırda mənim soyuducumda ət də var, balıq da var, toyuq da var. Qızım hansın ürəyi istəsə götürüb bişirib yeyə bilər və ürəyi istədiyi paltarı alıb geyinə bilər. Amma sənin evində doyunca pendir, çörək də yoxdur. Mən qorxuram qızım o evdə, sizin evinizdə gəlinlik eləyə bilməyə, həm məni üzü qara eləyə, həm sizi narahat eləyə və peşmançılıq ola. Üzrxahlıq eləyirəm. Və ağa da təşəkkür edir diqqətinə görə. Burada bir nöqtə var ha, çox mühüm bir nöqtə. Hər hansı bir adam, sıravi bir insan, mənə məsələn kimsə belə desəydi, narahat olardım. Ki, yəni biz bu qədər aciz olduq ki, sənin qızın mənim evimdə acından öləcək, sən mənə belə bir bəhanə gətirirsən. Ağa təşəkkür edir ama diqqətinə görə ki, bəli, bizim evimizin vəziyyəti belədir. Bizim evimizdə nə ürəyin istədiyin şeyi giyə bilərsən, nə yeyə bilərsən. Və bu çətinlik, bu vəziyyət bizim evimizdə, bu atmosfer bizim ailəmizdə hakimdir. Təşəkkür edir və israr da eləmir. Amma daha sonra ağanın oğlu İmam Seyid Mustafa üçün Doktor Həddad Adilin qızına elçiliyə gedirlər. Mən uzun illər qabaq, 20-30 il bundan qabaq qəzetdə oxumuşdum bu əhvalatı. Genişdir, mən indi qısa şəkildə bəzi nöqtələri sizə çatdırmaq istəyirəm və əziz dinləyicilərimizə. Doktor Həddada jurnalist soruşur ki, biz ağanın həyatı haqqında çox şey öyrənmək istəyirik, heç bir şey əldə eləyə bilmirik. Bilirik ki, ağa son dərəcə fəqiranə həyat yaşayır, amma öyrənə bilmirik. Siz ağa ilə qohum olmaq hadisəsini danışdıq. Yəqin ki, bir çox şeylər bizim üçün aydınlaşar. Bəzi maraqlı nöqtələr üzə çıxar. Və beləcə söhbət edirlər. Doktor Həddad geniş şəkildə ağa ilə qohum olmaq məsələsini danışır. Deyir ki, bir xanım bizə zəng vururdu. Xanım Hüseyni, ağanın ailə üzvləri hər yerdə özlərinin Hüseyni təqdim edirlər. Həqiqətən Ail Hüseyni Seyyidlərindəndir və Seyyidlər də öz müntəsəb olduqları imamın adı ilə çağırdılar. Musəvilər, Hüseynilər, Kazimilər belə. Və ağanın övladları xanım həmişə deyərmiş ki, mən xanım Hüseyniyəm, ya məsələn mən Hüseyniyəm. Ağa Müştəbə də həmişə özünü belə təqdim edib və Xameneyi sözü bir növ İranda artıq dediyim kimi rəhbərliyə aid olan bir məqamdır. Ona görə ondan istifadə eləmək istəmirdilər. Qarşı tərəfdə nəysə bir dəyişiklik yaratsınlar, nəyəsə vadar eləsinlər. Doktor Həddad deyir ki, mənim xanımım bir neçə dəfə zəngdən sonra bu xanıma acıqlı cavab verir ki, mən heç bilməm siz kimsiniz, mənə zəng vurursunuz. Mənim qızım hələ orta məktəbi tam bitirməyib və bu tezliyə ərə vermək istəmirik. Bağışlayın, bizi narahat eləmin. Deyir, telefon arxasından xanım cavab verir ki, bəli, çox-çox üzr istəyirəm, mən əvvəldə gərək sizə özümü tanıtdır edim. Mən Ay Xameneyinin həyat yoldaşıyam. Deyir, xanımım biraz çaşır, deyir ki, siz mənə bağışlayın, vallahi mən tanımadım, üzrxahlıq eləyir. Deyir ki, buyurun gəlin, əgər qızımı görmək istəyirsiniz, buyurun gəlin. Doktor Həddadın həyat yoldaşı məktəb müdirəsi idi. Deyir ki, mənim qızım öz məktəbində oxuyur, hiss eləməsin, mümkündür bəyənməyəsiniz. Sabah məktəbə gəlsiniz, qızımı çağıraram, görərsiniz, baxarsınız. Elə də olur, deyir, sabahsı ağanın xanımı gəldi məktəbə və Doktor Həddadın xanımı öz qızını çağırır, nəysə bir söz barədə danışır. Ağanın xanımı bunu zahiri görünüşün, yol yeriməyin, xülasə danışığın, onun rəftarın baxır və bəyənir. Sonra Ağa Müstəba da görür, bəyənir və artıq izdivac üçün hər şey hazır vəziyyətdə. Doktor deyir ki, ağa məni çağırtdırdı. Dedi ki, inşallah qohum oluruq. Dedim, inşallah, əgər Allah istəsə. Dedi, bir neçə məsələ barədə sizlə danışmaq istəyirəm. Xahiş edirəm, qızınızla bu barədə söhbət edin. Deyir ki, ağa mənə buyurdu ki, mənim oğlum tələbədir, Ağa Müştəba tələbədir və təqaüd alır. Və mənə elə gəlir ki, ömrün axırına qədər də bunun həyatında elə ciddi bir dəyişiklik baş verməyəcək, sadə həyat tərzi yaşayacaq. Qızım birdən fikirləşər ki, mən rəhbərin gəlini olmaq istəyirəm, istədiyim paltar alacağım, istədiyim maşına minəcəm, istədiyim xörəyi yeyəcəm, istədiyim gəzməyə yerə gedəcəm, nə bilim, pərdə dəyiş, mebel dəyiş, xalça dəyiş, ev, belə şeylərdən xəbər yoxdur. Bizim evdə
çətinlikdən başqa heç bir şey yoxdur. Yəni birdən qızın gələr və ayrı bir təsəvvürlə bizim evin gəlini olmaq istəyər və ayrı bir səhnə ilə rastlaşar. Mənim oğlum tələbədir, xahiş eləyirəm, ciddi danış, narahatçılıq yaranmasın, oğlumu incitməsin, ona təzyiq göstərməsin, çətinlik yaratmasın. Mənim oğlum çox sadə həyat tərzi yaşayacaq ömrünün axırına qədər. Deyir, mən istədim nə isə deyim, ağa buyurdu ki, xahiş edirəm qızımla danış və bu məsələnin ciddiliyinə və mühümliyinə əhəmiyyət versin, fikirləşsin, cavab versin. Deyir, qayıtdım, mən qızımla söhbət elədim. Dedim ki, Zəhra xanım, mən ağa ilə söhbət elədim. Həqiqətən qorxdum, ağa elə danışdı, mən qorxdum. Və sənə də bu məsələni çox ciddi şəkildə çatdırıram ki, ağa bu sözləri dedi. Dedi, mənim evimdə çətinlikdən başqa bir şey yoxdur. Fikirləşəsən ki, rəhbərin gəlini olacam, belə bir şeylər yoxdur. Və danışdım, izah elədim bəzi məsələləri. Deyir, qızım dedi ki, ata, nigaran qalma, narahat olma. Üzü ağ olarsan inşallah. Həm ağanın yanında, həm Allahın yanında. Və məni inandırdı. Və həqiqətən də elə oldu. Bombardımanda ağanın bu gəlini də şəhid oldu. Və onun şəhadətindən sonra bir çox şeylər məlum oldu. Məsələn, mən o gün bir xəbərdə oxuyurdum ki, Tehranın kasıb məntəqələrindən biri Hərəndi məhəlləsidir. Və yeri gəlmişkən o məhəllədə 37-ci il repressiya dövründə İrana mühacirət edən Heydər Babayev adlı bir nəfər milyonçu məscid, böyük bir məscid tikdirib orada. O məsciddə deyir, bir qadın gəlirdi, xanım Hüseyni adlı bir xanım gəlirdi, dərs verirdi xanımlara orada, müəyyən kurslar keçirdi. Neçə vaxt idi ki, orada böyük zəhmətləri var idi. Və sadəcə xanım Hüseyni ya Zəhra müəllimə deyib çağırırdılar. Bu bombardmandan sonra gördülər ki, bir gün, 3 gün, 5 gün, bir həftə artıq müəllimə məscidə gəlmir. Başa düşdülər ki və öyrəndilər ki, bu ağanın gəliniymiş. İmam Seyyid Müstəbanın həyat yoldaşıymış. Bu illər ərzində biz onu tanımamışıq. Sadə, sıravi bir insan kimi, müəllimə kimi gəlirdi, dərs keçirdi, zəhmət çəkirdi. Və bir əlavə məlumat da var idi orada. Həmin məscidin nəzdində məhəllə uşaqlarından bir futbol komandası yaradılmışdı. Bu müəllimə xanım Hüseyni, oğlunu da gətirib oraya yazdırmışdı. O futbol komandası bəhsiz deyilən bir təşkilatındır. O işlərlə məşğul olan, yəni daha doğrusu bu komandanın kapitanı deyir ki, bu xanım müəllimənin oğluna deyir ki, sən gərək bir futbol ayaqqabın olsun. Bu ayağındakı ayaqqabı ilə futbola gəlmə. Deyir, o uşaq cavab verir ki, müəllim, mənim yalnız bir ayaqqabım var. Bununla məktəbə gedirəm, bununla qonaq gedirəm, bununla gəzməyə gedirəm, bununla idman edirəm futbolu. Mənim ayrı bir ayaqqabım yoxdur. Və bir nəfər ayrı adam bunu təkmilləşdirir, deyir ki, bu xəbərdə yox idi, amma ayrı bir nəfər deyirdi ki, müəllim deyir, mənim ona ürəyim yandı. Dedim ki, mən sənə bir ayaqqabı alaram, futbol ayaqqabısı alaram. Deyir, dedi ki, yox, mənim atam icazə vermir kimdənsə bir hədiyyə qəbul edeyim. Bu hadisədən sonra deyir, o müəllim o qədər təsirlənmişdi, o qədər kövrəlmişdi ki, mənim ürəyim yanırdı ki, bu kasıb balasıdır, mən bu ayaqqabı alım, hədiyyə edeyim. Sən demə, bizim ölkənin rəhbərin nəvəsi, bizim İmam Müstəbanın oğluymuş, bu xanım Hüseynin oğluymuş, imamın gəlini, imamın nəvəsi. Deyir, mən günlərlə özümə gələ bilmədim. Həmin adam danışırmış ki, mən özümə gələ bilmədim ki, biz nə qədər böyük şəxsiyyətin rəhbərliyi altında yaşamışıq, nə qədər çox mühüm həqiqətlər var imiş ki, bizim ondan xəbərimiz yox imiş. Ki, imamın şəhadəti və bu hadisələr çox həqiqətləri üzə çıxardı və bundan sonra da heç kəsə məlum olmayan çox mühüm məlumatlar üzə çıxacaq.